Selamünaleyküm Black Tie kanalının izləyiciləri. Veteranlıq bildiyiniz kimi artım olmadı. Qaldı növbəti illərə. Yeni bir məlumat vermək istəyirəm sizə. Bildiyiniz kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda böyük əməklərində iştirak etmiş şəxslərə aylıq 80 manat müavinət verilir. Bu barədə 15 aprel 2019-cu ildə Prezident İlham Əliyevin müharibə veteranlarının Azərbaycan Respublikasının Prezidentinin təqaüdünün təsis edilməsi haqqında sərəncamında bildirib. Sərəncam həm 1-ci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində iştirak edənlərin şamil olunub. Hazırda ölkə üzrə bu təqaüddə yararlanan veteranların cəmi sayı 180.947 müharibə iştirakçısı var. Bu da o deməkdir ki, hər ay dövlət 14 milyon 475.760 manat pul müharibə iştirakçılarına müavinət kimi verilir. Ən çox veteran olan bölgədə birinci yerdə Bakı gedir əlbəttə ki. Bakı şəhər üzrə 41.421 Respublika bütövlüyü olan döyüşlərə iştirak edən şəxsi qeydiyyatdadır. Paytaxt üzrə digər göstəricilər. İndi mən bunları şəkil kimi sizinlə paylaşacağım. Videonu saxlayıb baxa bilərsiniz. Mən bir-bir bunların rəqəmlərini desəm, yəni video uzanacaq. Xoş izləmələri, kanala abunə olub like atmağı yaddan saatmayın. Yeni bir maarifləndirici və məlumat verici bir videolarla qarşınızda olacaq. Hər birinizin dəstəyinə və şərh bölməsində öz fikrini bildirməni istəyirəm. Hansı bölgə yoxdur və niyə? Bu suallarda gözləyirəm sizdən. Təşəkkürlər, buyurun.